Salam müəllimlər. MİQ 2025 qəbul suallarından növbəti 6-cı sualla qarşınızdayıq. Bu sualın həllini sizə 2 üsulla göstərəcəm. Birinci üsulumuz standart, yəni x ilə həll olunan üsuldur. İkinci üsulumuz isə praktik üsuldur. 4 vahid artan sıra ilə verilmiş 5 ardıcıl natural ədədin ədədi ortası 32-dir. Böyük ədədin 4də 3 hissəsini tapın. Biz bilirik ki, ədədi ortanı saya vuranda həmin ədədlərin cəmini tapırıq. Bu məntiqə əsasən 5 vurulsun 32 bərabər 160. Bu 160 bizim üçün cəm olur. Sonra isə tənliyi quraq. 4 vahid artan sıra ilə 5 ədədimizi yazaq. Birinci ədədimiz x-dir. İkinci ədəd x üstə gəl 4. Üçüncü ədəd x üstə gəl 8. Dördüncü ədəd x üstə gəl 12. Beşinci ədəd x üstə gələk 16. Cəmliyirik 160-a bərabər eləyirik. Hər birini toplama işarəsi yazaq. Və bu tənliyi həll eləsək, alarıq 5x üstə gələk 40 bərabərdir 160. Buradan 5x bərabərdir 120, x də bərabər 24. X 24 tapdıq. Ən böyük ədədin 4də 3 hissəsini tapın. Ən böyük ədədimiz x üstə gəl 16-dır. Buna görə 24-ün üzərinə 16 gələrik. 40 eləyər. 40-ın 4də 3 hissəsi isə 40 vurulsun 4də 3. 4-ə bölüb 3-ə vursaq 10, onu 3-ə vuranda elədi 30. Deməli, doğru cavab B variantında. İlk baxışda ağla gələn üsul bu ola bilir və burada da heç bir problem yoxdur, tam doğru. İndi siz bu ardıcıl ədədlərlə ədədi orta ilə bağlı daha çox test işləyəndə belə bir praktiki qaydanı da nəzərdən keçirməlisiniz və bilməlisiniz ki, 5 ardıcıl natural ədədin ədədi ortası 32-dir. Baxın, 1, 2, 3, 4, 5. 5 dənə ədəd verib. Ədədi orta 32-dir. Deməli, ortadakı ədəd 32-dir. Əla. 4 vahid artan sıra deyirsə, onu 4 gələcək 36 eləyəcək, 4 gələcək 40 eləyəcək. 4 çıxacaq 28 eləyəcək, 4 çıxacaq 24 eləyəcək. Yəni ortadakını yazırıq. Neçə vahid artma deyirsə, o qədər artırırıq, o qədər azaldırıq. 5 dənə ədədimizi yazdıq. Yenə ən böyük ədədin 4də 3 hissəsi 40-ın 4də 3-ü yenə də eləyir 30. Bu isə bizim praktik üsulumuzdur. Bir də təkrar edirəm müəllimlər, bu sual, yəni bu ikinci üsul daha çox bu tipli testlər işləməkdən sonra sizdə vərdiş halına gəlir.